Komfort zonası o deməkdir ki, yəni bizim artıq bütün həyatımız təkrarlanır. Biz vaxtın necə keçdiyini hiss eləmirik. Xüsusən də ayın əvvəli, sonu bilinmir. Gündəlik rutinlər əmələ gəlməyə başlayır. Burada işə gedib gəlmək ola bilər. Məsəl üçün özünüzdə bir beyninizdə canlandırın bu prosesi ki, işə gedib gəlirsiniz, daha sonra istirahət günləri çox standart və monoton bir şəkildə keçir və bir yaşdan digər yaşa ümumiyyətlə necə keçdiyinizi hiss eləmirsiniz. Bax bu əsas məqamlardan biridir. Göstərir ki, insan komfort zonasındadır və həyatında əslində heç bir maraqlı şeylər demək olar ki, baş vermir və bir gün digər günü xatırladır. Bəs burdan necə çıxmaq olar ümumiyyətlə və burdan çıxmaq ümumiyyətlə lazımdırmı? Əslində monotonluq və belə deyək, süst gedişat insan beynini bu uzun müddətə yoran bir şeydir. Yəni bu artıq insanın üzərində bir yığılmış stres formalaşdırır. Yəni çox vaxt bunu dedikdə elə başa düşürlər ki, yəni gördüyün işi tərk elə. Məsəl üçün bir işdə çalışırsan, maaşlı bir işdir. O işdən kənarlaş və komfort zonanı tərk elə, yeni bir şey axtarmağa başla. Bu biraz səhv başa düşülən bir yoldur. Çünki komfort zonasını tərk etmək heç də o mənaya gəlmir ki, gördüyün işləri buraxmaq və tamam başqa şeylərlə məşğul olmaq. Bu sadəcə olaraq həyatına müəyyən qədər rəng qatmaq, özün üçün uzun müddətli hədəflər müəyyənləşdirmək və o hədəflərə sıra-sıra, pillə-pillə çatmaqdan ibarətdir. Çox yaxşı üsullardan biri odur ki, hədəfləri yazmaq. Bunu 2 formada etmək mümkündür. Biri beyninizə yazırsınız və gündəlik olaraq bu barədə düşünürsüz. Bu özü belə insana çox kömək eləyir. Bir də var ki, digər bir yerə, hansısa bir dəftərə fiziki olaraq bu hədəfləri yazırsınız və baxırsınız gedişata ki, o hədəflərə çatmağınız nə qədər realdır və o hədəfə çatmaqdan ötrü siz nələr etməlisiniz. Bu çox önəmlidir. Bu yavaş-yavaş insanı həmin o komfort zonasından, o rahatlıqdan çəkib çıxarmağa kömək eləyir. Xüsusən də məsəl üçün idmana başlamaq istəyirsiniz. Deyək ki, ola bilər gəzinti olsun, ola bilər hansısa bir üzgüçülük olsun. Şərt o deyil ki, yəni belə bir bodybuilding, bədən formalaşdırmaq üçün ağır məşqlər edəsiniz və buna başlamaq üçün artıq bunu ilk növbədə bu hədəfi beynində müəyyənləşdirmək lazımdır. Məsələn, idmana başlamaqdan ötrü nə lazımdır sizə? Deyək ki, birinci araşdırmaq, daha sonra müəyyən geyim əldə etmək və öz cədvəlinizə baxıb həmin günlərdə artıq bunu bir vərdişə çevirmək, yəni həyatınızın bir hissəsinə çevirmək. Məsəl üçün bir marketdən alış-veriş eləyirsiniz, bunu dəyişdirə bilərsiniz. Bir neçə dəfəlik bir test eləyə bilərsiniz ki, görün digər tərəflərdə vəziyyət necədir. Baxın, mən burada bir şey vurğulamaq istəyirəm ki, yəni burada köklü şəkildə dəyişikliklərdən söhbət getmir. Çünki köklü şəkildə dəyişikliklər adətən ağrılı olur və bu dəyişikliklər heç də hər zaman uğurlu nəticələnmir. Mən dediyim addımlar isə təsəvvür eləyin ki, məsəl üçün bir qalada gizlənmisiniz və bu qaladan ara-sıra çıxıb döyüşürsüz, müəyyən işlər görürsüz və yenidən öz qalanıza qayıdırsınız. Və bu nə qədər bu çıxışlar çox olduqca, yəni onun intervalı artdıqca istər-istəməz sizin qarşınıza da fürsətlər yaranır və bunları biz kiçik risklər kimi də qiymətləndirə bilərik. Çünki risk etmədikcə insan təsadüflərdən uzaqlaşır və burada ilk növbədə çox önəmlidir ki, qısa müddətə heç bir gözləntilər olmasın. Çünki qısa müddətə gözləntilər olduqda insan istər-istəməz məyusluqla qarşılaşma ehtimalı çox böyükdür. Dünyada məsəl üçün əgər biz fikir versək ki, o uğur qazanan və yaxud da çox belə deyək, yaxşı yerlərə gəlmiş insanların əgər həyatlarını fikir versək, orada görərik ki, əslində qrafik düz inkişaf eləyən xəttlə yox, orada əyri xəttlə inkişaf eləyir. Yəni onlar müəyyən qədər aşağı gedirlər, orada təcrübə toplayırlar və ondan sonra yavaş-yavaş qalxırlar. Yenidən aşağı gedirlər və qalxırlar və bu həmişə yüksələn qrafiklə davam eləyir. Yəni komfort zonasını tərk eləmək əslində bir növdə uğursuzluğu qəbul etmək mənasına gəlir. Yəni anlamaq lazımdır ki, oradan çıxdığınız anda sizi uğursuzluq öz qucağına alacaq. Çünki orada uğurun olma ehtimalı azdır. Zaten orada uğur olmadığı üçün sizin beyniniz oradan qaç komandası verir. Çünki heç bir beyin əslində tənqidi və uğursuzluğu qəbul etmir. Təbii ki, burada çox önəmlidir ki, yəni xırda addımlar atırsınızsa, ətrafınızdakı insanlardan məsləhət almayasınız. Çünki ətrafınızdakı insanlardan məsləhət aldıqda ilk növbədə verdikləri rəy o olacaq ki, yox, alınmayacaq, sən bunu edə bilməyəcəksən, bu çətinliklər var, sənin qarşında bu maneələr var. Ona görə də
kimlərləsə məsləhətləşmək yox, daha çox özünüz özünüzə lazım olan formada komfort zonanı tərk etmək haqqında xırda və belə deyək yavaş qərarlar ala bilərsiniz. Dediyim kimi, məsəl üçün, daha bir məqam hansısa bir zərərli vərdişi tərk etmək ola bilər. Məsələn, spirtli içki qəbulunu, əgər qəbul edirsinizsə təbii ki, bunu azaltmaq mümkün qədər və yaxud da siqaret çəkirsinizsə bunu tərk etmək. Bunların hamısının özünün beynin alışılmış olduğu, şeyləri tərk etməsinə gətirib çıxardır. Məsəl üçün, zərərli vərdişlərin özü belə, bizə ziyan verən şeylərin özü belə əslində bizi komfort zonasında, yəni rahatlıqda saxlayan şeylərdir. Çünki bizim öyrəşdiyimiz şeyləri, öyrəşdiyimiz rutinləri dəyişdirmək olduqca çətindir. Amma biz əgər onları dəyişməyə başlasaq, artıq, qabağımıza yeni fürsətlər də, çıxması mümkündür. Həmişə indi mən burada o qrafiki qoyacağam ki, bizim aslında hansı zonalarımız var və komfort zonasından çıxandan sonra yəni komfort zonasının o tərəfində bizdə qorxu zonası olur həmişə. Çünki o qorxu zonasında uğursuzluq var, qınanılmaq var, başqaları tərəfindən tənqid olunmaq var, və bunların hamısını qəbul etmək var. Əgər bunları qəbul etməyə, belə deyək, cəsarət olmadığı müddətcə siz əslində meyillisiniz ki, o komfort zonasında qalasınız. Amma əgər qorxunu artıq, üzərinə getsəz, bir qədər anlasaz ki, əslində o qorxu o adlanan yerdə həm də eyni zamanda inkişaf gəlir və ondan sonra başlayırsınız yavaş-yavaş inkişaf eləməyə. Bu bir qədər həm də riyaziyyat məsələlərini həll eləməyə bənzəyir. Yəni ilk növbədə qarşımıza çoxlu sayda riyaziyyat məsələsi qoyulsa, təbii ki, biz başlamayacağıq onları həll eləməyə və bir qədər qorxu yaranacaq bizdə. Çünki biz bilmirik necə həll eləyək, hansı formada olsun. Amma ilk 1-2 artıq məsələdən sonra ilk 1-2 misaldan sonra görürük ki, bizdə yavaş-yavaş alınmağa başlayır. Bəli, həmişə hər şey alınmır, amma prosesin özündə öyrənilən şeylər, cəhd olunan şeylər insana böyük şeylər qatır. Və hətta belə deyək, komfort zonasını tərk edib başqa bir hədəfə yönələndə, əgər o hədəfə çatmasanız belə, o hədəfə gedən yolda öyrəndiyiniz şeylər, test elədiyiniz məqamlar sizə irəli müddətdə böyük köməklik göstərir. Xüsusən də belə bir deyim var ki, yəni bir çox insan ona görə uğursuz olur ki, onlar heç vaxt cəhd etmirlər. Yəni cəhd elədiyinə görə yox, sadəcə cəhd etmədiyinə görə insanlar uğursuz olurlar. Ona görə də cəhd etmək, komfort zonasını tərk eləmək və mümkün qədər çalışmaq lazımdır ki, yeni şeylərlə məşğul olasınız. Və mənim burada ən çox xoşuma gələn məqamlardan biri də hobbilərlə bağlıdır. Yəni burada dediyim kimi maddiyyata, sırf gəlirə və yaxud da pula fokuslanmaq qətiyyən olmaz. Çünki bunu burada əgər fokuslansaz təbii ki, bu sizin bütün maraq və motivasiyanızı yerə atacaq və heç bir şey əldə edə bilməyəcəksiniz. Ona görə də qısa müddətli nəticə gözləmək burada doğru deyil. Və, gəldim, yəni hobbilər haqqında danışmağa. Yəni hobbi də çox önəmlidir ki, siz onunla məşğul olasınız və oradan heç bir, maraq və yaxud da heç bir belə deyək ki, qarşılıq güdməyəsiniz. Bu çox önəmlidir və bu zaman əslində siz öz daxilinizdəki potensialı tamamilə aça bilərsiniz və o daxilinizdəki potensialı açandan sonra və zaten, əgər o ortaya qoyulursa, o sizə müəyyən qədər də, xeyir gətirmiş olacaq. Ona görə də düşünmək lazım deyil ki, yəni hər hansısa bir addım atırsınızsa, mütləq burada sizin, xeyriniz və yaxud da marağınız olmalı. Təbii ki, bu həmişə var, amma bunu mümkün qədər arxa plana atmaq çox faydalıdır. Eee, Komfort zonasını tərk eləməkdən ötrü xırda addımlardan başlamaq lazımdır dediyim kimi. Yəni səhər-səhər oyanmaq ola bilər bu, dişlərinizi məsəl üçün fırçalamaq ola bilər və yaxud da deyək ki, scroll edirsinizsə, Instagramda, TikTokda və yaxud da sosial mediada bunu bir qədər azaltmaq ola bilər və yaxud da bir qədər çoxaltmaq ola bilər. İndi insandan bu asılıdır təbii ki. Bu xırda addımlar artıq, sizi komfort zonasından yavaş-yavaş çıxarmağa köməklik eləyəcək. Yəni birdən-birə getsəz zala, çalışsaz 100 kiloqram qaldırasınız, bu mümkün deyil etmək. Amma yavaş-yavaş etsəz, addım-addım etsəz bunu və sonda o məqsədə, çatmağınız mümkündür, əlbəttə. Uzun illər mən özüm müəllimliyə başlayanda ilk dərs dediyim vaxt yadıma düşür. İlk şagirdlərim yadıma düşür və əslində nə qədər həyəcanlı, nə qədər mənim üçün, çətin bir məqam olduğunu xatırlayıram bunun. Amma ən çətini də elə məhz başlayana qədər idi və başlayandan sonra sinifə daxil oldum və
mövzunu artıq hazırlaşmışdım. Dərsə bilirdim ki, nə haqqında danışacağam və başladım bunun haqqında danışmağa. Gördüm ki, bu yavaş-yavaş alınmağa başlayır və, ona görə də mən artıq, o məqama qədər özümün komfort zonamdaydım və yeni bir şey sınamağa beynim o qədər də qəbul eləmirdi. Amma bunu sınadıqdan sonra, yavaş-yavaş gördükdən sonra ki, müəyyən şeylər məndə alınır, müəyyən şeylər təbii ki, alınmır və bu əslində kömək elədi ki, mən yavaş-yavaş, yavaş-yavaş o xətt üzrə inkişaf eləyə bilim. Bir də bir şey yadda saxlamaq lazımdır ki, heç də sizdə hər şey, alınmayacaq. Yəni uğursuzluqlar deyərdim ki, hətta, 70-in 30-a nisbətində və yaxud da 60-ın 40-a nisbətində daha çox olacaq həmişə və əslində irəli getdikcə bunlar yavaş-yavaş, bərabərləşməyə başlayır. Yəni heç vaxt unutmaq olmaz ki, daha əvvəl də qeyd elədiyim kimi, həyat düz yüksələn qrafikdən ibarət deyil. Bəli, yüksələnlik var orda. Əgər biz öz üzərimizdə işləyiriksə, əgər biz çalışırıqsa ki, daha yaxşı edək nələrisə, amma bu həm də aşağı düşmək bir qədər, orada vaxt keçirmək, öyrənmək və yenidən qalxmaq, aşağı düşmək bir qədər və yenidən qalxmaq, aşağı düşmək, yenidən qalxmaq və bu formada özümüzü inkişaf elətdirməkdən ibarətdir. Komfort zonasını tərk eləmək çox vacibdir. Komfort zonası insanı əslində olduğu yerdə saxlayır və inkişafını əngəlləyir. Bəli, qısa müddətə bizə bəlkə də çox yaxşı görsənir, az riskli görsənir. Biz həyatımıza bir stabillik gətiririk, razıyam. Amma bu stabilliyin içərisində, bu davamlılığın içərisində müəyyən qədər risklər etmək, müəyyən qədər dəyişikliklər etmək insan üçün olduqca faydalıdır və sizin məqsədlərinizin daha yaxın olacağını göstərir və təbii ki, uzun müddətə daha xoşbəxt və daha yaxşı bir həyat vəd eləyir. Belə, videonu axıra qədər dinlədiyiniz üçün təşəkkür edirəm. Əgər hər hansısa bir sualınız və yaxud da şərhləriniz varsa, kommentlər hissəsində yazın, qeyd eləyin. Kanala abunə olmamısınızsa abunə olun və daha çox videolar gözləyin.